Görüşme galiba. Size de kanınıza benim. Onu öldürmek istedim. Kalk ayağa görüm. Farsda seçilmiş kaç katmışan fərqli 5 min dolarlı Pakistan'da 2021-ci il aprelin 6-sında Baş Prokurorluq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri Mövlam Şıxəliyev və Nizami Şirinovun həbs edilmələri barədə məlumat yayıb. Məlumata əsasən 2008-2014-cü illərdə MTN-nin İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev, yüksək rütbəli zabitlər Yasin Məmmədov, Vüsal Ələkbərov və Sahib Ələkbərovla birlikdə iş adamlarının külli miqdarda pul vəsaitlərini və əmlaklarını hədə-qorxu yolu ilə tələb edərək ələ keçiriblər. 2021-ci il aprelin 6-sında Baş Prokurorluq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev və Hərbi Əks Kəşfiyyat İdarəsinin sabiq rəisi Nizami Şirinovun saxlanılması barədə məlumat yayıb. İstintaqla müəyyən edilib ki, General-Mayor Mövlam Şıxəliyev tabeliyində olan İstintaq İdarəsinin 2-ci şöbəsinin rəisi Polkovnik Leytenant Vüsal Ələkbərov və qeyrilərindən ibarət sabit mütəşəkkil cinayətkar qrup yaradıb. 2008-ci il oktyabrın 3-də vətəndaş Samir Nadirlinin adına olan 700 min avro məbləğində pulun tələduzluq yolu ilə ələ keçirilməsi faktı ilə bağlı Nizami Kazımovun barəsində cinayət işi başlanılıb. İstintaq İdarəsinin rəisi olaraq şəxsi marağına görə Mövlam Şıxəliyev Nizami Kazımovu dəfələrlə saxlanıldığı MTN-nin İstintaq Təcridxanasından öz xidməti otağına gətirilməsini təmin edib, həbsdə saxlanılacağı, 12 ilədək azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı, İstintaq Təcridxanasında və gələcəkdə cəzaçəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağını bildirib, hədə-qorxu gəlməklə azad olunması müqabilində 3 milyon dollar pul istəyib. Dekabrın 3-də MTN-nin inzibati binasının yaxınlığında Nizami Kazımovun kürəkəni Samir Nadirli 1 milyon dollar məbləğində nağd pulu Vüsal Ələkbərova verib. Nizami Kazımovu azadlığa buraxandan sonra 2009-cu ilin fevral ayından iyun ayına kimi dəfələrlə zərər çəkmiş şəxslə görüşən Vüsal Ələkbərov ümumilikdə ondan daha 2 milyon dollar pul alıb. Bundan başqa Mövlam Şıxəliyevin göstərişi ilə Özəl Kommersiya Bankının filialında müdir vəzifəsində işləmiş Hüseyn Səfərovu cinayət məsuliyyətindən azad etməkdən ötürü 2008-ci ilin dekabr ayında MTN-nin inzibati binasının nəzarət buraxılış məntəqəsinin yaxınlığında Vüsal Ələkbərov saxlanılan şəxsin oğlu Rüstəm Səfərovdan 2 milyon dollar pul alıb. Özəl bankda 623 min avro məbləğində əmanəti olan vətəndaş Mehrac Qurbanov icraatda olan cinayət işi üzrə şahid qismində MTN-nin inzibati binasına dəvət olunub və 2008-ci il oktyabrın 23-də Vüsal Ələkbərovun xidməti otağında ondan 200 min dollar rüşvət alınıb. Analoji yolla 2008-ci ilin noyabr ayında 28 may küçəsindəki 14 saylı evin qarşısında vətəndaş Namil Rızayevdən Mövlam Şıxəliyev özü 200 min, bundan bir müddət sonra MTN-nin inzibati binasının yaxınlığında Vüsal Ələkbərov 300 min dollar almaqla ümumilikdə zərər çəkmişə 500 min dollar maddi ziyan vurulub. 2008-ci il dekabrın 20-sində Buzovna qəsəbəsindəki torpaq sahələrinin qanunsuz satılması faktları ilə əlaqədar vətəndaş İbrahim Zeynalov və qeyriləri barəsində cinayət işi başlamaqla iş üzrə ibtidai istintaqın aparılmasını 1-ci şöbənin rəisi Polkovnik Yasin Məmmədova tapşırıb. 2009-cu ilin aprel ayında saxlanılan şəxsin oğlu İlqar Zeynalovdan 2 ədəd televizor qutusunda hər birinin içərisinə yerləşdirilmiş 1 milyon dollar pul alınaraq İbrahim Zeynalovun barəsində olan cinayət işinə xitam verilib. Mövlamla Yasin Məmmədoğlu. Onlar məni çox incitdilər, başıma nə oyunlar gətirdilər. Evlərimi, eşiklərimi, fabrikimi, hamısını
satdırdılar ki, bu qədər pul verməlisən. Götürüb apardılar içəri MTN-ə, bir dənə qadını üzümə durğuzdular ki, bu 1250 manat rüşvət verir mənə görə. Mən evdəki uşaqlarımı, yadımı biraz da qorxuzub şeylərlə ki, pulu verməlisiniz, pul satmalıdır. Mövlan Şıxəliyevlə Yasir Məmmədov mənim başıma çox oyunlar gətirdi. Pulu verib qutarandan sonra bunlar mənə dedilər ki, torpağı 10 milyon istəmişdilər də, bunlar 2 milyona görə 4 hektarda torpaq sahəsi istədilər məndən. Mövlan Şıxəliyevin 2-3 qadın adı şəxsiyyət pasportunun kopyaları, oğlunun adına, öz adına yox idi. Sonra Yasir Məmmədovun da bir qadın, 2 nəfər də başqasının adına mən 4 hektar torpağı bunlara apardım, göstərdim, verdim. Əvvəlcə məndən çox pul istəyirlər bunlar, 20 milyon. 20 milyon pul istəyirlər, deyim, qardaş, mənim belə pulum yoxdur, mümkündür bunu verməyə sizə. Sonradan danışıqlar arasında belə bir şey oldu. Hətta mənim mühasibimi tutmaq istədilər bunlar. Yasir Məmmədov dedi ki, 200 min ver, onu tutmayaq. Dedim, mənim bayırda işlərimi aparır da, o tutturmayın da, onsa işlərimizi görək, o xalça zavodu işləyir, oxusuz zavodda işləyir, mühasibimdir. O şimdi danışdıq, bu gəldirdi Şıxəliyevlə danışırdı, nə qayrıldı, keçirdi otağına, gəlirdi, deyirdi 100 min. Sonra getdi, gəldi, o şimdi 2 gündən, 3 gün sonra düşdülər 50 minə. Çünki bunlar heç kəsi prizamat eləmirdilər, bunlar çox özlərin böyük bir insan kimi sayırlar. Bunlar heç kəsi tapdıra gedirdirlər. Mən heç bir günahım olmadan mənə apardılar içəri, bu qədər pul istədilər məndən, pul aldılar məndən. 2009-cu il iyunun 17-sində MTN-in inzibati binasında Mövlan Şıxəliyev xidməti otağında vətəndaş Bahəddin Sultanovu cinayət məsuliyyətindən azad etməkdən ötürü onun qardaşı Mirzə Paşayevdən və dostu Əskər İbrahimovdan $370.000 pul alıb. 2009-cu il dekabrın 12-si və 13-də MTN-in inzibati binasının arxa giriş qapısının yaxınlığında Sahib Ələkbərov Sərdar Bağırovdan $135.000 pul alaraq məhdud məsuliyyətli cəmiyyətdə iqtisadi işlər üzrə müdir müavini vəzifəsində işləmiş Qulam Bağırovun barəsində cinayət təqibinə xitam verilməsi haqda qərar qəbul edilib. 2010-cu il aprelin 15-də vətəndaş Xəqani Mirzəyevdən 375.000 manat pul alınaraq məhdud məsuliyyətli cəmiyyətin direktor köməkçisi Əhməd Mirzəyevin həbsdən azad olunması barədə qərar qəbul olunub. Bundan bir müddət sonra Mövlan Şıxəliyev Əhməd Mirzəyevə zəng edib əsaslı səbəb olmadan yenidən onun barəsində cinayət işi başlayacağı və müvəqqəti saxlama təcridxanasında nalayiq hərəkətlərə məruz qalacağı ilə hədələyərək ondan tikinti materialları verməsini tələb edib. Həbs olunacağından qorxan Əhməd Mirzəyev Xətai prospekti 35 ünvanında yerləşən mağazadan 26.000 manat dəyərində keramika, kafel metlaq və sair tikinti materiallarını sürücüsü və qohumunun vasitəsilə Mövlam Şıxəliyevin Novxanı qəsəbəsində yerləşən bağ evinə və Xətai rayonunun General Şıxlinski küçəsi 76 ünvanında yerləşən mənzilinə daşıtdırıb. 2010-cu il iyunun 17-sində vətəndaş Zaur Əliyevin həbsdən azad olunması üçün qəbul olunacaq qərarın müqabilində Mərdanov qardaşları küçəsində Vüsal Ələkbərov həmin şəxsin arvadı və qaynından 80.000 manat pul alıb. 2012-ci ilin aprel ayında vətəndaş Ceyhun Seyidovdan $100.000 pul alınaraq Diller mağazalar şəbəkəsinin sahibi olmuş Azad Seyidovun barəsində olan cinayət təqibinə xitam verilməsi ilə əlaqədar qərar qəbul edilib. 2012-ci ilin may ayında MTN-in inzibati binasında xidməti otağında Vüsal Ələkbərov Özəl Bankın Sumqayıt filialının müdiri vəzifəsində işləmiş Müsənnif Salahovdan 600.000 manat pul alıb və növbəti gün əməlində cinayət tərkibi olmaması əsasına görə cinayət işinə xitam verilməsini təmin edib.
2012-ci ilin avqust ayında Özəl Bankın Müşahidə Şurasının sədri Etibar Əliyev və qeyrilərinin barəsində olan cinayət işinə xitam verilməsindən ötürü bilavasitə Mövlan Şıxəliyevin tapşırığı ilə Vüsal Ələkbərov həmin şəxsin oğlu Kərəmət Əliyevdən müxtəlif ünvanlarda ümumilikdə 3.515.000 manat pul alıb. Mənə külli miqdarda pul gəlməlidir. Sən elə bilirsən bəlkə sən məni tanımırsan. Mənə bu gün bu qədər pul lazımdır. Hərəmizin bir dərdimiz, sərimiz var. Sən nə bilirsən nə var nə yox. Hər an faizi verə bilməmişəm. İndi gündəlik orada pul yazılır. Mən orada pul qaytarıram. Bu başqası üçün yüngülsün müydü? Mənim üçün çətin deyil. Mən sənə açıq deyirəm. Nə az nə çoxu 80.000 dollar. Yəni 80.000 dolların bu gün nə edir pulla? Yəni bir 150.000 manat eləyir. 80.000 dollar elə 150 eləməsə də çox eləyir. 150 eləməz. Deyirəm sən bilirsən ki, səni yarım saat elə yerə çağırtıraram ki, mənim pulumu səndən alarlar. Eyni üsulla tanınmış ticarət mərkəzində fərdi sahibkarlıqla məşğul olmuş Natiq Teymurovun qardaşı Rafael Teymurovdan 150.000, Etibar Cəfərovun atası Vahid Cəfərovdan 210.000, Cahangir Məmmədovun qardaşı Məzahir Məmmədovdan 80.000, Seyran Nəcəfovun qardaşı Elçin Nəcəfovdan 100.000, Elvar Əliyevin tanışı Elman Əhmədovdan 80.000, Orxan Abdullayevin atası Elman Abdullayevdan 50.000, Sərdar İsmayılovun dayısı Vidadi Salmanovdan 41.000, Əfsər Həsənəliyevin müdafiəçisi Xavər İsmayılovadan 35.000 manat pul alınıb. Təqsirləndirilən şəxslərin qanunsuz əməlləri nəticəsində həmçinin vətəndaş Elşən Mədətova, Emin Zəkiyevə, Railə Musayevaya, Rauf Kərimova, Cavidan Hacıyevə, Akif Qurbanova, Fuad Talıbova, Anar Heydərova, Zaur İsmailova, Ələddin Əliyevə, Rauf Həsənova, Azad Rəşidova və Ramiz Əliyevə maddi ziyan vurulub. Texnika Bankın üstündə Mövlanla sporumuz olmuşdu. Bu tapalazda restoranda toyda kafede çöldə bu kofe içirdi. Mən də gəldim bununla. Köhnədən dostumuz vardı. Toyunda olmuşdum kızının. Etibarla dostuydum, yerliydim. Bina tikirdim idarəni özəlləşdirəndən sonra. 1 milyon kredit bir dəfə verdi, 1 milyon bir dəfə. Hər dəfə pulumu qaytardım. Vaxtında 20%. Heç bir şərikli işim yox idi. Mən bina tikirdim. Etibar Əliyevlə bu provisin telefonla danışanda mən qulaq asırdım selektorda. Dedi ki, general səndən ayaqüstü danış. Mən ona görmüşdüm bunun münasibətini. Dedim, niyə? Dedi ki, hər ay 10 milyona pul verir. Mən də dedim, boy puxununa bax, tutanmırsan, cəmdəyinə bax. Sən niyə söylürsən? Sən bura yarından aşağıdır boyu. Sənə bu qədər hörmət edir. Söyüş söyməzlər ki, adam nə bilirsən, o tutulacaq sabah, o buraxılacaq, sən tutulasan. Bu sözü də demişəm orada ona. Bunu üstə spor elədik, telefonumu istədi. 3 gündən sonra həftənin 3-cü günü, bazar günü toydu. Mənə Elşən adında adam zəng elədi, MTN sintağına, dedi, Akif müəllim, sizi saat 3-də MTN-ə dəvət edir. Dedim, xeyir ola, mənim nömrəm hardan götürdü? Mövlam verir, dedi, xeyir, Mövlam mənim vermir, Vüsal Ələkbərov. Girdim içəri, arxadan, arxa qapıdan bir dənə zamok açıldı. İçərdən bir zamok açıldı, orta qapı açıldı, girdim içəri, keçdim. Lütfən qaldırdılar yuxarı mərtəbəyə. Yuxarıda bir nəfər gəldi, Elşən adında olan, mən apardı otağına. Niyə çağırmışsınız? Dedi, Vüsal Ələkbərov çağırıb, indi gələcək. O da gəldi içəri, girdi. Bildim mi Mövlan sifarişidir, bunun başqa söhbət yoxdur. Mənim telefonumu hardan bilir, nə bilir? Mən ömrümdə cinayət işim olmayıb, nə istintaqda, nə polisdə olmamışam. 32 il dövlətə qulluq eləmişəm, işləmişəm. Spor getdi, bu dedi ki, istəyirəm sən məni vurasan ki, mən sənə salam etibarı yapam. 8 saat məni saxladılar orada, saat 3-dən axşam saat 10-a qədər. Nə bir stəkan su vermədi mənə, nə içisinə, Elşənə dedi ki, ona su vermə. Səhərə paviska verdi, səhər saat 3-də gəldim. Mənə dedi, get bütün tikintilərinin sənədlərini gətir. Dedim, mənim tikintimin sənədlərini sizə nə adiyyəti var? Dedi ki, mən sənə dedim, get tikintimin sənədlərini gətir, sabah sənə. Səhəri gəldim, Mövlanın qəbuluna gəldim. Gəldim, məni qaldırdılar gələn yuxarı, Vüsalın otağında oturdum. Bu məni Yasinlə bir yerdə çıxdılar, Yasinlə Mavini, Mövlan müəllimi, apardılar Mövlanın otağına. Mən qabaqda getdim, bunlar arxada gəldilər, dedilər sizdən qabağa keç. Keçdim, böyük bir uzun otağı var idi. Otağa içəri girdim, stolun başında dayandım, salam da vermədim. Dedim, niyə salam vermişsən? Dedim, bir dəfə salam verdim, toyda sənə əlim getdi. Şimdi özüm gedəcəm, ona görə sənə salam verirlər, salam verəcəm. Dedi, çox danışma, gəl otur. Mən var ki, gedək sənin evlərini yoxlayaq, seyflərini yoxlayaq, sənin 10 milyon pulun çıxacaq.
nə bilim brilliantın qızılsa. Mən də dedim ki, səninkini də yoxlayaq, mənimkini də bir yerdə məndə telefon yoxdur, alırsınız. Bir də yoxlayaq, nə olsa görüşdürək, yarı-yarı, nə qalsa artıq sənin. Bu deyil, sən mənlə məzərərsən, dedim, yox, mən sizin dediyin suya cavab verirəm. Mənə tapşırıldığıma görə xahiş eləmişdilər. Bizim qohum xahiş eləmişdi, onun yaxın dostu. Onun xahişinə görə mənə deyik ki, səndən 3 milyon pul alacaqdım, 1 milyon pul verəcəksən. Mövla Şıxəliyevin sahibkarlara vurduğu ziyan, onların əlindən aldığı mal-mülk hesabına özdə çoxlu sayda mal-mülk evlər tikilmişdir. Həmin evlərdən biri Yolxanlıda dənizdən 200 metr məsafədə yerləşən Mövla Şıxəliyevin bir evini nümunə üçün sizlərə göstərmək istəyirəm. Göstərdiyimiz bu evdən başqa Mövla Şıxəliyevin Yolxanlıda 3 dənə bağ evi vardır. O cümlədən Göradildə də 2 dənə bağ evi vardır. Buradan durub göstərdiyim bir bağ evi ki var orada. O Mövla Şıxəliyevin həmin 5 bağ evindən biridir. Hardasa bu bağ evi təxminən 7-8 hektar ərazidə yerləşir. 32 dənə zərər çəkmiş var, onlardan biri də mənəm. Məndən Mövla Şıxəliyevin şəxsən özünün təşəbbüsü ilə, özünün danışıqları əsasında məndən 2 milyon dollar pul alıb, gətirib özünə evlər, mallar, mülklər qurubdur. Bütün sahibkarları belə məhv edibdir. Bunun qeydiyyata alınmayan malı mülkləri var. 10 belə malı mülkü var. Tək bunun deməli Nizami rayonunda mebel şəbəkələri mağazaları vardır. Mebel şəbəkələri mağazaları Qazısı oğlunun adına sənətləşdirilibdir. Aşağıya qədər, aşağısı Nizami rayonunda olan 30-40% mebel mağazalarının sahibkarıdır Mövla Şıxəliyev. Bu işlərdən məşğuldur. Türkiyədə 17 milyon dollarlıq bu adamın malı mülkü var. Mövla Şıxəliyevin. Mövla Şıxəliyevin Dubayda Palma adaları deyilən ərazidə özünün villaları vardı. Bu səhifəni görürsünüz. Başlayaq bu səhifə axıra qədər Mövla Şıxəliyevin malın mülkünün hesab sayılarıdır. 50-dən artıq, 60-dan artıq burada tək həbs qoyulmuş mal mülküdür. Bunun maşınlarının sayı hesabı, o maşın yoxdur ki bunda o maşınlardan olmasın. Maşınların sayı hesabı yok, her markadan bu adamın maşını vardı. Bu adamın Mövla Şıxəliyevin bu ittiham vaxtından göstərildiği kimi burada göstərilib tamamısı qeyd olunubdur. Tək sahil metrosunun üstündə binada 7 dənə malı mülkü var. Tək 7 dənə. Qeyd edək ki, EMT-nin işi çərçivəsində 2017-ci ilin oktyabr ayında məhkəmənin hökmü ilə energetika sahəsində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov 12 il, idarənin əməkdaşları Polkovnik Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunublar. Həmin ilin noyabr ayında Antiterror Mərkəzinin rəisi General-Mayor Elçin Quliyev 10 il 6 ay və mərkəzin əməkdaşı Polkovnik Azər Mehdiyev 8 il müddətinə azadlıqdan məhrum olunublar. 2018-ci ilin aprel ayında məhkəmənin hökmü ilə Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə baş idarəsinin sabiq rəisi Subahir Qurbanov və rəis müavini Füzuli Əliyev 14 il, Teymur Quliyev 12 il, Zaur Məmmədov və Natiq Aliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar. Natavan Mürvətova 5 il, Fərhad Atayev, Elşad Əzizov, Eşqin Əliyev və Anar Şirəliyev 3 il şərti cəza alıblar. 2020-ci ilin aprel ayında müvafiq sərəncamla Akif Çovdarov və Subahir Qurbanov əfv olunublar. 2022-ci ildə məhkəmənin hökmü ilə Hərbi Əks Kəşfiyyat İdarəsinin sabiq rəisi Nizami Şirinov 8 il, şöbə rəisi Elcan Abdullayev 6 il və əməliyyat müvəkkili Nadir Nəzirov 4 il müddətinə azadlıqdan məhrum olunublar.
Məhkəmə iclasında Mövlan Şıxəliyev və qeyriləri onlara verilmiş ittihamlar üzrə özlərini təqsirli bilməyiblər. Şıxəliyev qeyd edib ki, ittihamlar böhtan üzərində qurulub. Onun zərər çəkmişlərə hədə-qorxu gəlib pul alması sübuta yetirilməyib. Baş prokurorluğunun məhkəmədə iştirak edən dövlət ittihamçısı prokuroru danışmaq istəyəndə onun sözünü kəsin, imkan vermiş ki, o öz sözlərini desin. Biz onu müdafiə edirik prokuror bizim demək olar bütün zərər çəkmişlərin tərəfindədir. Mövlan Şıxəliyevin işi ilə əlaqədar 36 zərər çəkən vardı. 36 zərər çəkəndən 4'ü dünyasını dəyişibdir və onların hüquqi varisləri iştirak edir orada. 32 zərər çəkən bu günləri öz sözünü deyir. Mövlan Şıxəliyev demək olar ki, hal-hazırda bu məhkəmədə 36 zərər çəkmiş adamdan milyonlarla hər adam var 8 milyon pul alıb, benden 2 milyon dolar alıblar. Başka bir Nizam Kazımov var, ondan 2 milyon dolar alıblar. Tezkabın adı altında yüzlerle adamları müflisləşdirdiler bunlar. Onların eline pullarını aldılar, saxta ittihamlar kurdular. Saxta ittihamlara göre cemaatları həbs elədilər. Eyni ilə nə qədər adamlar həbs ediblər, bir müddətdən sonra eyni senaryo üzrə bir kısa müddətdə 6 ay, 3 ay, 6 ay, 20 gündən sonra cəmaata deməli tibbi sağlamlıq barədə arayış alıb, tibbi ekspertiza rəyini alıb, hamını azad edirdi, pul alıb azad edirdi. Ləğv edilmiş MTN tərəfindən bizə qarşı törədilmiş cinayətlərlə əlaqədar bizi qanunsuz, qanuna zidd, heç bir əsası olmadan 6 nəfərimizi həbs edərək mənim 5 ay digərlərini də həmin müddətə yaxın 2 nəfərini isə 1 il müddətinə həbsdə saxlayaraq hədə-qorxu gələrək bizlərimizin əlindən pulumuzu, mülklərimizi alıb qanuna zidd ifadələr alıblar. Sizi türmədə çürüdəcəyik, 50.000 dollar pul aldılar. Mənzilimi varım yoxum bir mənzildir, 3 otaqlı. Onu Unibanka məcburən zalog qoydurub, kredit götürmüşəm. O pulu da onlar alıb əlimdən. Hərbi məhkəmədə cinayət işi edən bir qrupun qurbanı olmuşum. Mənim malımı MTN götürüb iş adamlarına satıb. Həmin vaxtı istintaq aparan qruplar bu işləri örtbasır edir. İndiki günə qədər həmin mallara görə 5 ay mən həbsdə qalmışam. İndiki günə qədər həmin adamlar heç bir məsuliyyətə cəlb olunmuyor. Bugünkü gündə tələbimiz edən ondan ötürüdür ki, həmin adamlar niyə məsuliyyətə cəlb olunmuyor? Hansı məhkəmə? Elə sizin cinayətçilikdə məhkəmə var. Mənim cinayətçim yoxdur, burada məhkəmə deyil. Nədir ki bura? Üzlərini gizlədirlər. Üzlərini gizlədən Vüsal Ələkbərov. Bəli, bəli. Hansı məhkəmə? Nə məhkəmə? Mən səni çağırdım yanıma. Siz məni niyə çağırmalısınız yanınıza? Təqsirləndirilən şəxs kimi keçirsiniz də bu işdə? Yox, mən vəkiləm. Məhkəmə qənaətə gəlib ki, ibtidai istintaq orqanı tərəfindən Mövlan Şıxəliyev, Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərovun əməlləri Cinayət Məcəlləsinin 182-ci hədə-qorxu ilə tələb etmə, 294-cü sübutları saxtalaşdırma, 311-ci rüşvət alma və 341-ci ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə düzgün tövsif edilib. Odur ki, onlara həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. 2022-ci il sentyabrın 21-də Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlan Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay və Sahib Ələkbərov 8 il müddətinə azadlıqdan məhrum olunublar. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Mövlan Şıxəliyev general-mayor ali hərbi rütbəsindən 3-cü dərəcəli vətənə xidmətə görə ordenindən, vətən uğrunda və hərbi xidmətlərə görə medallarından, Sahib Ələkbərov və Yasin Məmmədov vətən uğrunda medalından məhrum ediliblər.